Azərbaycan Respublikası dövlətində özünü Azərbaycanın ana müxalifət partiyası lideri adlandıran Xalq Cəbhəsinin sədri Əli Kərimli görün nə deyir? Deyir, dövlət bizə heç bir şərait yaratmır. Miting keçirdə bilmirik, yürüyüş keçirdə bilmirik. Dövlət bizə iqtidar, hökumət bizə qarşı çıxır. Bizim siyasi hüquqlarımızı tapdalayır və s. və axır. Mən buradan bunu deyən Xalq Cəbhəsinin sədri Əli Kərimliyə səslənirəm. Hörmətli Əli Kərimli, siz əgər siyasətçisinizsə, bir ana müxalifət partiyası Xalq Cəbhəsinin sədrisinizsə, buyurun meydanlara. Buyurun meydanlara. Çıxın meydanlara, vətəndaşın ayağına gedin. Şəhərə, bazara çıxın. Bunu edə bilərsinizmi? Heç vaxt edə bilməzsiniz. Niyə? Çünki siz özünüz də xalqdan, vətəndaşdan çəkinirsiniz. Çünki qorxursunuz. Niyə qorxursunuz? Niyə qorxursunuz? Vətəndaş xalq sizi yiyəcəkmi? Vətəndaş xalq vampir deyil, qaniçən deyil. Sizsiniz qaniçən. İndi də oturubsunuz, iqtidar bizə heç bir şərait yaratmır, biz miting, yürüyüş keçirmək istəyirik. İqtidar, dövlət sizə niyə şərait yaratmalıdır? Siz əgər güclü siyasətçisinizsə, çıxın meydana. Görün, millət, vətəndaş sizin arxasınızca gələcəkmi? Gələcəksə, o başqa. Siz lidersiniz. Ya gəlməzsə? Bax, siz bundan qorxursunuz. Mən buradan bir daha deyirəm. Hörmətli Əli Kərimli, özünüzü ana müxalifət lideri adlandırırsınızsa, çıxın. Tək Bakıda yox, Gəncədə, Mingəçevirdə, Şəkidə, Naxçıvanda, Azərbaycanın digər şəhər və kəndlərində, qəsəbələrində meydana çıxın. Şəhərə, bazara çıxın. Öz müavinlərinizlə, gənclik təşkilatlarınızla çıxın meydanlara, vətəndaşın ayağına gedin. Vətəndaşın, xalqın refah vəziyyətini öyrənin. Amma siz bunu etmirsiniz. Siz deyirsiniz ki, mən oturum kreslomda, necə ki 20 ildir, daha doğrusu 25 ildir Xalq Cəbhəsi partiyasının o sədr kreslosunda əyləşmişsiniz. Deyirsiniz, mən oturum, dövlət, iqtidar mənə şərait yaratsın, xəstəxanadan, məktəbdən, küçədən, bayırdan mitinglərə 30-40 nəfər toplansın, Avropadakı siyasi mərkəzlər mənim bu mitingimi görsün, mənə qrant ayırsın. Bax, hörmətli Əli Kərimli, siz bunu istəyirsiniz. Siz, bəli, bunu istəyirsiniz. Oturursunuz evinizdə və yaxud da kreslonuzda rahat, iqtidar, dövlət sizin üçün küçədən, bayırdan, nə bilim, xəstəxanadan insan yıxsın meydana, siz də meydanda çıxış edin, Avropadakı siyasi mərkəzlərdə sizi görsün və sizə qrant ayırsın. Bəli, siz bunu istəyirsiniz. Hörmətli Əli Kərimli, əgər siz, əvvəl də qeyd etdim, düzgün, doğru, mərd siyasətçisinizsə, özünüzü ana müxalifət lideri, partiyanızı da ana müxalifət partiyası adlandırırsınızsa, Bakıda, Gəncədə, Mingəçevirdə, Naxçıvanda, Qusarda, Lənkəranda, Ağsuda, Azərbaycan Respublikası Devlətinin bütün şəhər və kəndlərində
Meydanlara çıxın, şəhər bazara gedin, vətəndaşın olduğu yerlərə gedin, vətəndaşın ayağına gedin. Amma siz bunu edə bilməzsiniz. Çünki siz özünüz də rüşvətə, yolsuzluğa batıbsınız. Bəli. Siz özünüz də rüşvətə, yolsuzluğa batıbsınız. Mən bir deyərəm. Sizin rüşvət, yolsuzluğunuz nədən ibarətdir? Mən deyim. Siz Azərbaycan Respublikası devlətində Xalq Cəbhəsi Partiyasının sədri ola, sizin İstanbulun Esenyurt rayonunda 250 milyonluq mülkünüz nə gəzir? Bax, bunu hesabat verin. Buna siz hesabat verə bilərsinizmi? Deyə bilərsinizmi ki, o 250 milyon sizə hardandır? Siz sıradan bir partiya sədrisiniz və özünüzü ana müxalifət lideri, partiyanızı da ana müxalifət partiyası adlandırırsınız. Deyin görək, o pul sizə hardandır? Deyə bilərsinizmi? Və digər mülkləriniz, Azərbaycanda olan qiymətli mülkləriniz, doğulduğunuz, səhv etmirəmsə, Saatlıda, Göyçayda, Ağsuda, bunları siz hansı hesaba almışsınız? Bəli, qrant hesabına. Özünüzü ana müxalifət lideri, partiyanızı da ana müxalifət partiyası adlandırırsınız. Amma rüşvət, yolsuzluqla məşğulsunuz. Rüşvət, yolsuzluqla. O mülkləri, o pul hesabların siz alın təri ilə qazanmamışsınız. Bəli, dövlət katibi olduğunuz vaxtda dövlət büdcəsini taladınız. Taladın, hörmətləri kərimli. Dövlət katibi olduğun vaxtlarda. İqtidardan düşdüyün zamanda siyasi mərkəzlərə, istər Avropadakı, istər Rusiyadakı siyasi mərkəzlərə canla başına xidmət edilsən. Onlar da gizli olaraq sənə, bax, bu pul hesabların, bahalı mülkləri sizə verir. Bax, o pullarla siz qazanmışsınız. İndi sizin durub demokratiyadan, haqdan, hüquqdan danışmağa haqqınız varmı? Əsla yoxdur.